Salam, hər vaxtınız xeyir olsun. 21-ci yüzilin qadını proqramındayıq. Bəli, biz 21-ci yüzilin qadınından danışırıq. O qadın həm də şəhid xanımıdır. Gəlin şəhidlərimizi, həm də onların xanımlarının, ömür gün yoldaşlarının xatirələri, xəyalları ilə tanıyaq. Bəli, 7 bacının tək qardaşı, gizli şəhidimiz Teoman Kəlbiyevin ömür gün yoldaşı, 2 övladının anası Günay Kəlbiyeva bizimlədir. Söhbətimizi sizə təqdim edirəm. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Dəvətiniz üçün təşəkkür edirəm. Əlbəttə, bu bizim borcumuzdur. Şəhidlərimizə olan diqqətimiz hər zaman olacaq. Bu belə də olmalıdır. Şəhidlər bizim baş tacımızdır. Və əlbəttə ki, biz şəhidlərimizi tanıyırıq. Onları tanımağa da borcluyuq. Amma və lakin bir də gəlin sizin vasitənizlə tanıyaq. Teoman necə bir insan idi, necə həyat yoldaşı idi, necə ata idi, necə oğul idi, necə dost idi. İnsani keyfiyyətlərini saysaq, Teoman çox abırlı, həyalı, çox halallığı, düzgünlüyü bilən, öz yerini bilən və çox ciddi xarakterə malik bir insan idi. Mən deyərdim ki, yəni əsl kişidə olan bütün yaxşı keyfiyyətlər Teomanda toplanmışdı. Teoman hər zaman öz yerini bilən idi, uşaqla uşaq, böyüklə böyük və çox böyük ürəkli bir kəs idi. Mən, bəlkə də bu söz çox böyük söz olacaq, mən deyərdim, hətta Teoman bir kişilik məktəbi idi. Və bugün onun 2 evladını mən tək böyüdürəm. Mən çox istərdim ki, Elcan və Səid məhz Teomanın tərbiyəsini alaraq böyüsünlər. Amma bir söz var, ot öz kökü üstə bitər deyiblər. Min şükür ki, bugünkü gündə Elcan və Səidə baxanda elə bilmək olur ki, onlar məhz bir qəhrəman evladıdır. Bəli, Günay xanım, təbii ki, siz çox gözəl qeyd elədiniz. Ot kökü üstündə bitər. Bu belə də olmalıydı. Belə də olacaq inşallah. Və sizin bir ifadənizi sizə təkrar xatırlatmaq istəyirəm. Siz deyirsiniz ki, yoldaşınızın cənazəsi önündə söz verdiniz. Ona söz verdiniz ki, mən heç vaxt aciz olmayacağam. Bildiyiniz kimi, müharibədən sonra Teoman Bəli, 85 gün sonra cənazəsi... Teomanın cənazəsi neytral ərazidə qaldığı üçün onun nəşi 85 gündən sonra götürülərək bizə təhvil verilmişdi. Və bizə zəng gələndə ki, Teomanın cənazəsini Gəncə morqundan gəlib təhvil alasınız, mən düşündüm ki, orada onu gedib görəcək və sağollaşacaq bir kəs varsa, o mən olmalıyam. Çünki mənim ona deyiləcək sözlərim, veriləcək vədlərim vardı. Bilirsiniz, əgər bir insan valideyndirsə, o dünyadan köçürsə, gözlərini yumursa, o yalnız evladlarından nigaran gedir. Və Teoman o qədər gözəl bir ata idi ki, bilirəm ki, o gözlərini bu dünyaya yumanda yalnız evladlarından nigaran gedib. Və mən Teomanla orada sağollaşanda bizə şərait yaratdılar ki, biz öz şəhidimizlə sağollaşaq. Və mən Teomanla sağollaşıb halallaşanda ona bildirdim ki, onun 2 evladını məhz onun görmək istədiyi kimi yetişdirəcəm. Və onun görmək istədiyi yerə gətirib çıxardacağam. Bu mənim missiyamdır. Və siz söz verdiniz ki, heç vaxt aciz olmayacaqsınız. Və mən ona söz verdim ki, mən heç bir kəsin qabağında heç zaman nə aciz olmayacağam, nə də bu acizlik olsam belə onun evladlarına onu yansıtmayacağam. Günay xanım, gerçəkdən də siz bu qədər güclüsünüz, yoxsa güclü görünməyə məcbursunuz? Əslində mən özümü çox güclü qadını hesab edirəm. Bu günə qədər mən həm atamı, həm anamı, həm həyat yoldaşımı, özümə dair bütün arzularımı və gəncliyimi itirmiş bir kəsəm. Və düşünürəm ki, insan itirdikcə daha çox güclənir və səbir sahibi olur. Və fikirləşəndə ki, yerə yıxıldığım zaman mənə uzanan güclü bir əl olmayacaq və mən yalnız özümə ayağa qalxacamsa, bu zaman zəif olmaqdan söhbət gedə bilməz. Allah bu həyatı pisi ilə, yaxşısı ilə bizə verib. Biz həyatımızı özümüz bilərəkdən, istəyərəkdən sonlandıra bilmərik. Bu həyatı çətin belə olsa yaşamaq məcburiyyətindəyik. Təbii ki. Mən ağlamaqla, ahuzar etməklə həyatımı daha da niyə çətinləşdirməliyəm deyə düşünüb, ağlamağı və ahuzar etməyin kitabını bağlamışam. Təbii ki, gənc yaşda özü ilə tək baş-başa, 2 övladla tək baş-başa qalmaq çətin bir məsələdir. Ağırdır, yükü çox ağırdır. Çox təəssüf ki, belə bir talih sizə də qismət olubdur. Siz də belə bir talih yaşayırsınız. Mən də ağlamağın tərəfdarı deyiləm. Mən də alqışlayıram o xanımları ki, gözünün yaşını kimsəni görmədən silib ayaq üstə durub o məğrurluğunu, qürurluğunu davam etdirə bilir. Amma mənim üçün maraqlıdır. Ümumiyyətlə, Teomandan sonra ayaqda qalmaq, davam etmək
iki övladı ayaq üstə qoymaq, onları böyütmək. Yəni bax bu məsələdə sizə güc verən amil nədir? Nə oldu? Mən az öncə də qeyd etdim ki, əgər bir kəs valideyndirsə, onun üzərinə valideynlik kimi böyük bir məsuliyyət düşürsə, onun artıq nə aciz olmağa, nə zəif olmağa bir icazəsi yoxdur. Bu gün məni ayaqda saxlayan yeganə varlıq mənim evladlarımdır. Evladlarınızdır. Və mən düşünürəm ki, aciz və zəif bir valideyn keyfiyyətli bir evlad böyüdə bilməz. Bu gün onlara xatir mən həyatımdakı bütün çətinliklərə sinə gərməyə hazıram və onlara xatir yaşadığım heç bir şey üçün peşman deyiləm. Günay xanım, Telman üçün daha çox kim darıxır? Uşaqlar yoxsa siz? Əslində mən tək tərəfli cavab versəm, övladlarıma da haqsızlıq etmiş olaram. Hər ikimizin prizmasından baxanda, həm övladlarımı, həm məni dindirsək, deyəcək ki, ən çox elə mən darıxmışam. Ona görə mən tək tərəfli cavab verə bilmərəm. Bəlkə də evladlarım məndən daha çox darıxır. Tilmansızlığın çətinlikləri, ən çətin tərəfi nədir? Və iki övlada həm ata olmaq, həm ana olmaq necə bir duyğudur? Bilirsiniz, heç bir qadın istəməz ki, tək qalsın. Heç bir qadın özü bilərək, istəyərək güclü olmağı seçmir. Və bu bir taledir deyirsiniz. Bəli. Bugün əgər Allah mənə həm ata olmağı, həm ana kimi ayaq üstə durmağı nəsib edibsə, mən bunu layiqincə yerinə yetirməliyəm. Əlbəttə, iki oğul evladını tək böyütmək çox çətindir. Oğlan uşağı üçün atanın tərbiyəsi çox vacibdir. Mən müəyyən mərhələlərdə bu çətinlikləri hiss edirəm. Və bəzən isyan etdiyim vaxtlar da olub hətta ki, bəzən öhdəsindən gəlmədiyim vəziyyətlər olub. Amma yenə də demişəm ki, Günay, bunu bacarmalısan. Axı sən söz vermisən. Və məni bugünkü gündə hər bir situasiyadan çıxmağıma səbəb Telmana verdiyim sözdür. Ki, mən ona söz vermişəm. Sənin evladlarını sənin istədiyin kimi böyüdü, boya başa çatdıracağam. Və mən düşünürəm ki, mən hal-hazırda öz missiyamı layiqincə yerinə yetirirəm. Yuxularınızda görürsünüzmü? Gəlirmi yuxularınıza? Necə gəlir, nə mesaj verir? Belə bir söz var ki, bu adamın üzünün düşüb düşməməyi. Telmanın üzü bizə o qədər düşür. Mən onu ən çətin vaxtlarımızda yuxuda görürəm. Və o yuxumuza gəldisə, biz artıq həmin çətin anın bizim xeyrimizə doğru həll olacağına əmin oluram. O elə bir ki, bir şad bir xəbərin xəbərçisi kimi bizim yuxumuza gəlir. Çox nadirən olur və o gələndə də mən artıq arxayın oluram ki, bu işin sonu yaxşı olacaq. Günay, son zəng, son görüş həyat boyu unudulmur. Yəni sadəcə həyat yoldaşı ilə deyil, ümumiyyətlə orta məktəbi bitiririk, son zəng olur, o unudulmur. Əzizlərinlə son danışığın heç vaxt unudulmur. Telmanla ölümündən nə qədər öncə danışmısan, görüşmüsən, son danışığınızı, söhbətinizi necə xatırlayırsan? Əslində bu mənim ən yaralı yerimdir. Çünki bilirsiniz, sentyabrın 27-si müharibə başlayıb və Telmanın son zəngi sentyabrın 30-u olur. Və mən həmin ərəfədə işdə olmuşam və mənim telefonumun enerjisi olmadığına görə telefonum sönülü olub. Və Telman evdə hər bir kəslə danışıb, mənimlə danışmaq şansı olmayıb. Və mən bugünkü gündə o qədər heyfslənirəm ki, görəsən onun mənə son sözü nə olacaqdı? Və o gün Telmanın o cənazəsini təhvil almağa getməkdə də israrım elə ona görə idi ki, ən azından heç olmasa son dəfə mən onu orada görüm və ən azından heç olmasa son dəfə orada sağollaşa bilim. Yəni bizim son görüşümüz də, son danışığımız da elə onun məzarı ilə, cansız bədəni ilə olub. Bəli, cansız cənazəsi ilə üzbəüz olub. Günay xanım, bildiyim qədərilə siz bir kiçik də olsa sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz. Səhv etmirəmsə, dövlətin verdiyi dividendlərdən yararlanmısınız. Mən hal-hazırda qənnatçı kimi fəaliyyət göstərirəm. Hill Pastry brendinin qurucusuyam. Yolun ta başındayam. İnşallah ki, bu işdə uğurlu olacağıma özümə söz vermişəm və hiss edirəm ki, artıq uğura doğru gedirəm. Çünki mənim hazırladığım məhsullar müştərilərim tərəfindən bəyənilir və necə deyərlər, müştəridən müştəri qazana bilirəm. Və müştərilərim həm mənim özümü, həm də bişirdiyim məhsullarımı qəbul edirsə, bəyənirsə, bu o deməkdir ki, mən artıq uğura doğru addımlayıram. Addımlayırsınız. Maraqlıdır. Yoldaşınız sağ olsaydı sizin belə işgüzar olmağınız, iddianız, uğurunuzu görsəydi necə baxardı? Yəni siz Telmanı daha yaxşı tanıyırsınız, ona görə soruşuram. Necə baxardı? Çox yaxşı. Telman hər zaman, yəni mən 12 yaşımdan çalışmışam.
12 yaşımdan evə qazancı gətirmişəm. Bu Telmanla ailəli olduğum vaxtda belə bu cür olub. Mən onunla bərabər çiyin-bəçiyinə öz ailəmizi maddi təminatını təmin etmişik. Və bugünkü gündə o mənim bu uğurumu görsəydi ki, bəlkə də görür, mənimlə fəxr edərdi. Hətta daha artıq dəstək olardı. Düşünmürəm ki, o mənə nə vaxtsa maniçilik edərdi. Siz özünüzü gələcəkdə uğurlu iş qadını kimi görürsünüz demək ki. Bəli, əlbəttə. Mən bayaq dediyim kimi, mən hələ yolun tam başındayam. Bu yol çox uzun yoldur, amma mən bilirəm ki, bu yol məni bu cür davam etsəm, inşallah ki, uğura aparıb çıxardacaq və həmin uğurlu iş qadınlardan biri də məhz mən olacağam. Və ən nəhayət, sizcə bir qadının tam xoşbəxtliyi nədədir? Mən xoşbəxtliyin hər zaman maddiyyatla əlaqəsi olmadığını düşünmüşəm. Bir xanımın xoşbəxtliyi o bələkdə olduğu vaxtdan etibarən başlayır. Bir xanım, bir qadın fərdi dünyaya gələndə, əgər onu çox sevən, onun arxasında dağ kimi dayanan və ona hər zaman dəstək olan bir atası varsa, o xoşbəxt qız uşağıdır. Daha sonra o ailə qurursa, eyni qaydada onu dəstəkləyən və çox sevən bir həyat yoldaşı varsa, o xoşbəxt qadındır və daha sonra evladları gözəl, tərbiyəli və ağıllı evladları varsa, o xoşbəxt anadır. Mən heç vaxt xoşbəxt qız uşağı olmamışam. Hal-hazırda xoşbəxt qadın da deyiləm. Amma Allahıma o qədər şükür edirəm ki, mən xoşbəxt anayam və Allahdan bu xoşbəxtliyimin daim olmasını hər zaman arzulayıram. Amin. Gülən xanım, çox sağ olun. Bir daha təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və suallarımızı cavablandırdınız. Bu qədər dəyərli izləyicilərimiz, bəli, son zaman kəsiyində dinlədiyiniz fikirlər 2-ci Qarabağ müharibəsinin gizli şəhidi Telman Kəlbiyevin ömürgün yoldaşı, 2 övladın anası Günay Kəlbiyevaya məxsus idi. Salamat qalın.